Hər birinizi salamlayıram dostlar. Bugün yenidən GeoGuessr videosu ilə qarşınızdayım. Yenə günlük challenge oynayacağım. Görək necə olur. Afrikadayıq. İlk baxışdan Nigeriya bənzətdim. Amma bəlli olmaz. İki dəqiqə var, biraz araşdırmaq olar. Belə baxanda Nigeriya olma ehtimalı çoxdur. Çünki əhali də çox sıxdır. Böyük ehtimal Lagos şəhəridir. Amma Nigeriya tutmasa çox xal itirəcəyik, onu da bilirəm. Neyse gedirəm. Səhv olar. Nigeriyadır, amma Lagos deyil. Sotodo deyə bir şəhərdir. Və elə 1970 xal belə getdi. Heç olmasa ölkə tutdu. Və bu yazıdan artıq bəllidir. Tom nöqtə Gilti Guatemala. Böyük ehtimal ki Guatemaladır. Yəni Gilti başda haranın domeni ola bilər, yəni bilmirəm. Ən məntiqli gələn Guatemaladır. Nəzərə alsaq ki, bu yük maşınının arxasında İspan dilində İspanca sözlər var. Guatemala gedəcəm elə. Kifayət qədər məntiqli görünür. Bəli. İslandiyadır, yəni bu o sözün sonuncu hərfindən bəllidir. Verslun supermarket. Reykjavik bilirəm, oranın paytaxtı, amma Reykjavik deyə bir yer bilmirəm. Hə, tapdım. Neysə, buralardır. Və 4998. Və son round.
Talevi Avrupalı böyük ihtimal. Biraz araştırıp tapmaq olar. Kultur info. Mənə elə gəlir ki, Latviya, Litva bu iki ölkədən biridir. Yox, Estoniyadır. Esti. ÖYLTL. Estoniyadır. Yəni böyük ehtimal ki 4500 xalı keçərik bu raund. Və bu da o deməkdir ki 21.000-i rahat keçirik ümumi. Estoniyanın harasıdır bilmirəm. Heç belə şəhəri düzgün tutuzduracağımı da düşünmürəm. Elə basıram bir yerə 4899 ümumi 22298 qəşəng gün oldu. Bir dənə Nigeriyada şəhəri səhv seçdim deyə orada 1970 xal itirdim. Qalan raundlar kifayət qədər yaxşı keçdi. Deyərdim ki, kifayət qədər də rahat idi bugünkü. Və beləliklə bugünkü videoda burada sona çatır. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, salamat qalın.